Hər biriniz salam verirəm dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli, bugün Azərbaycan TikTok videoları izləyəcəyik. Yəni, videolar sırf Azərbaycanlara məxsus olacaq. Davamını istəyirsə videomuza like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Bilirəm, video çox keyfiyyətsizdir. Keyfiyyətsiz olmağının səbəbi isə, bir dəqiqə saata baxın. Saat hal-hazırda 5-dir. Mən bu videonu saat 7-yə kimi montajını falan çatdırmalıyam. Yəni də əziyyətə qarşılıq üçün like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Keçdiyi videoya xoş izlənilər. Bu nədir? iPhone işləmə belə ekran belə pas ləkəsi kimi olub. O, Gülbala paylaşıb bunu, indi gördüm. Canay Gülbala. Çaşdım. Adını deyə bilmədim, yazılın. Canay Gülbala. iPhone telefon. Allah bilə bunun üçün nə qədər əziyyət çəkmişsən, nə qədər işləmişsən bu iPhone-u almağa görə. Sizcə bunun xərci nə qədər olar? Bunun ekranı yanıb da yəni. Sığılıb bəlkə də cibində. Buna görə deyirlər, iPhone telefon deyil. 50A sinfi. Azərbaycan, Azərbaycan, ey qəhrəman evladım, şanlı vətənin, səndən ötürü can verməyə. Niyə görə ancaq qadınların səsi möhkəm gəlir? Kişilər oxumur. Cümlə hazırız. Elə belə ağzını tərpədirlər. Bayrağımıza məsul yaşa. Müəllimələrdir bunlar, yoxsa şagirdlərin valideynləridir, nənələridir, babalarıdır? Hansı məktəb görəsən? Daim etrafta dağılır ya, harı. Bu niyə view deyir? Dərdi nədir görəsən? Hər videosunda view deyir. Arxadan cəmaət baxıb deyir ki, nəysə ürəklərində söyürlər yəni. Deməli, bura 28 maydır. 28-də bir dənə mənəm ki, kampaniya yaratmışam. 10 manata gəlirsən, saçını qıxdırsan, üzünü qıxdırsan, qara maska vururam, yuyuram, fenləyirəm. Sonra ikimiz bir yerdə keçirik bu otağa, otağımız da var. Oturub otaqda çay içirik. Ünvan. Ünvan de tez. Ünvan dedi deyirsən, nömrəsini tapmaq istəyirəm. Nömrəsi lazımdır mənə. Deyir, yan otağa keçək falan. Nəsə, xoşuma gəlmədi bu kampaniya. Özü də 10 manata. Burada ürək dostur, fikirlərin səs. iPhone 17-dir ya. Videonu nətər çəkib? Qaqaş sehirbaz deyəsən. Yeni elektrik. Dumanlıdır. Pişiyin bax burada nə yazıb? Bax pişik orada nə axtarır? Siçan tutub deyəsən orada. Nə edir orada? Yetimə soyuq deyə bəlkə də. Oydu Üzeyir. Uşaqlıqda nə qədər qulaq asırdım hə. Üzeyri belə video çəkən ilk dəfə görürəm yəni. Arada qulaq asıram mahnılarına. Xoşum gəlir də yəni. Yaxşı müğənnidir. Qəşəng səsi var, qəşəng mahnıları var. Deməli uşaqlar 77 metr bölünsün saniyə, üstə gəlsə 33 metr bölünsün saniyə nə qədər edir? Müəllim 100 eləyir. Səhvdir. Başqa bilən var? Müəllim 100 metr bölünsün saniyə. Bəli, düzdür. Bir dəqiqə müəllim, mən də eyni şey dedim də. 100 nə? Vedrə, banan, alma, nə? 100 nə? Bu müəllimin beynində bir problem var. Bu TikTok niyə var? Niyə var görəsən? Qaqaş özündən getdi. 2019 TikTok videoları deyə bunlar indi paylaşırlar. Qaqaş sehirbaz deyə öldü, dirildi, öldü, dirildi. Oxumaqdan yorlarsa və birdən niyə əziyyət çəkdiyin yadına düşər. Opa market, al market. Və biz buna görə çalışırıq. O market açır qapını ki, gəl, satıcı işlə. Qaqaşın sifəti effektdir, yoxsa sifəti özü belə dairəvidir, yəni balaca görünür. Bu qaqaş da məşhur oldu, yəni bir videosu var idi. 66 milyon izlənib. Yəni qlobala düşüb videosu. 8 noyabr zəfər günümüz mübarək. Uydu, yeməklərə bax. Ay zor deyə. Ünvanı yazarsa zəhmət olmasa gəlin birlikdə yemək içimi eləyək. Şəbə, deyə bıraxa. Düzəltib o. Tam başa düşmürəm qaqaş nə eləmək istəyir, qaranlıqdır. Əlim dağıldı sən, bro. Oy, belə. Qaqaş idmansız deyəsən. Əlimdə. Neyse qaqaşda ağız burun qalmadı. Bax, belə. Cənaba kimi. Ağlasın.
Oy, nə qədər bizon, nə qədər full qoydu, nə qədər enerji itkisi var burada. Oyda. Kofenin qədərinə bax. Hamısı şirniyyat zad, yəni hamısı alınmaz da. Kefdədir valla. Üzüllü say zəngini görməmişəm. Ağzının içində təxmini bildim nə dedi. Uğurlarıma doğru gedərkən mən, bu sırf bana mənə aiddir. Baş gözüm əzilər. Yo, hələ yaxşı qutardı. Səsi də qəşəng uyğunlaşdırıblar. Duduş haqqında kitab. Dostlar, məni qınamayın. Deməli, Polşa prezidenti haqqında kitab dərc olunub və bu polyakça Duduş kimi oxunur. Polyaklar deyir, maraqlı kitabdır. Allah oxuyaq. Çox qeyri-adi bir kitaba oxşadı ya. Adından bilinir ki, çox qeyri-adidir. Görəsən içi necə olub bunun. Oxumaq istəyənlər bu videonu bəyəndi. Mən heç vaxtı heç bir dostumu satmamışam. Dostlarımı satmışam. Yer üstünde yeşil yaprak. Eşref tek. Bəli də dostlarının arasında ayrı seçkili eləmir. Yəni, dostlarını bir-birindən ayırmır. Halal olsun. Taksidəyəm, deməli, qaqaşa bir dənə xanım belə pulu verib, belə qaqaş da elə bil 3 manat izdası qaytarıb. Baxmayıb belə, qaqaş beləncəsinə atıb 5 manat açanda qaqaş elə 2 50 qaytarardı. Bu yazığın 5 manatın yarısı hardadır? Qaqaş bəlkə də görüb xanımdır, qəsdinə yolu veribdi yəni. Daha utanıb demək ki, bu cırıqdır, ortadan bölünüb. 2-3. Dayı niyə görə özündən getdi? İdmançılar artır. Uşaqlıqda yüklədiyim 20 megabaytlıq futbol oyunu. Əsl belə idi yəni bax. 20 megabaytlıq oyun bundan artıq olan deyil ki. Ayda Samsung J1-də nə qədər oynayardım, futbol oyunları falan yükləyərdim. 2 saat vaxtımı olan o möhtəşəm editim. Möhtəşəmdir. Bu editi necə eləyib bu? O mənim videolarımı editdi də belə. 2 saat vaxt azdır bunun üçün məncə. 2 gün olar. Yalandan yazıb 2 saat vaxtımı alıb. 2 gün vaxtını alıb bu ən azı. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmaqdan çıxarmayın. Gələn videoda çaşdım. Gələn videolarda görüşmək ümidi sağ olun, sevilirsiniz. Əgər Azərbaycan TikTok əfsanələrinin tez-tez gəlməyini istəyirsə, bir gündən bir çəkməyi planlaşdırmışam. Bol-bol şərh yazın. Yazın ki, mən daha da həvəslənім və tez-tez çəkməyə çalışım.